Mən neyrocərrah doktor Real Mehdiyev Ece Hospitalda fəaliyyət göstərirəm. Bəzən pasientlər bizə şiddətli baş ağrısı, ürək bulanma və qusma ilə müraciət edirlər və aşkarlanır ki, onlarda beyin şişləri var. Beyin şişləri əslində təhlükəli bir durumdur. Beyin şişlərinin bir çox simptomları ola bilər. Xüsusilə səhər saatlarında artan baş ağrısı, ürək bulanma, qusma, bəzən ifliclə, bəzən üzdə əyilmə ilə, bəzən bayılma ilə, bəzən epilepsiya ilə, fərqli simptomlarla təzahür edə bilər. Beyin şişləri bədxassəli və xoşxassəli ola bilər. Xoşxassəli şişlərə nələr aiddir? Meningiomalar, şivannomalara aiddir. Meningiomalar beyin şişləri arasında sıx görürük. Belə meningioma nədir? Meningioma beynin qışalarının böyüməsi nəticəsində yaranan xoşxassəli şiş deməkdir. Əgər o kiçikdirsə biz onu müşahidə ilə kontrolda saxlayırıq. Yəni müşahidə taktikasını seçirik. 3 ayda bir, 6 ayda bir və bəzən ildə bir pasiyenti MRT kontrollarına çağırırıq. Əgər böyümürsə heç bir müdaxilə etmirik. Əgər böyükdürsə, beyində kompressiyaya səbəb olmuşdursa, deyək ki, müəyyən əlamətlərə səbəb olmuşdursa, o zaman biz onu cərrahi yolla xaric edirik. Gamma-knife metodu dediyimiz metod var. Gamma-knife metodu nədir? Kiçik şişlərdə əgər simptomlara səbəb olmuşdursa və əməliyyatlıq deyilsə, onu xüsusi qamma şüaları ilə yandırma metodudur. Amma biz açıq yolu cərrahi yolu edirik. Cərrahi yolda dediyimiz kimi beyində ciddi kompressiya səbəb olan meningiomalarda, simptomlara səbəb olan meningiomalarda, bəzən iflic, bəzən ürək bulanma, qusma, bəzən bayılma, bu kimi şikayətlər olarsa, o zaman biz onu cərrahi yolla xaric edirik.